24-cü sualda cədvəldə düz xətlə hərəkət edən cismin koordinatının zamandan asılılığı təsvir olunub. Cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır? Birinci halda görürük ki, bizim x-ımız, yəni sıfıra bərabərdir. Yəni başlanğıc koordinatımız sıfırdır. Onda bizim zamanımız da sıfıra bərabərdir. Digər halda bizim tənliyimiz bilirik ki, x bərabərdir, x0. Buradan yazıram. x0 üstə gəlinsin. v0 t üstə gəlinsin. a t'nin kvadratı bölünsün 2-yə bərabərdir. v0'mız 0 olduğuna görə bu hissə 0-a bərabər olur. x0 0-a bərabər olanda, baxın, gəlin buradan hesablayaq. Onsuz da başlanğıc koordinatımız 0-dır, onu bildik. İkinci halda baxsaq, koordinatımız 2 olanda zamanımız da 1-ə bərabərdir. Buradan təyin eləsəm, yəni 2 bərabərdir. A vurulsun, t'nin kvadratı bölək 2. Buradan at kvadratı bərabər olur 4-ə. Bizdən t'nin kvadratını, t 1-ə bərabərdir, 1 qoyuruq yerinə. Yəni a bərabər olur buradan nəyə? 4-ə. Deməli, bizim təcillimizin qiyməti 4 imiş. Bu da bərabər təcilli hərəkət olduğuna görə onsuz da cavabımız A olacaq. 25-ci sual. Üfüqi müstəvidə düzxətli hərəkət edən cismin sürətinin modulunun zamandan asılılıq qrafiki verilmişdir. 0t aralığında, baxın 0t buradadır. Cismin getdiyi yol s olarsa, t2t aralığın zaman intervalında getdiyi yol nəyə bərabərdir? Gəlin birinci baxaq ki, baxın. Buradan 0t aralığında görürük ki, başlanğıc sürəti də 0-a bərabərdir. Bizim s-imiz nəyə bərabərdir düstur? v0t üstə gəlinsin. A t'nin kvadratı bölünsün 2-yə bərabərdir. Başlanğıc koordinatımız burada 0-a bərabərdir deyə, baxın, bu hissə getdi. S bərabərdə at kvadrat bölü 2 qalır. Buradan da bizim deməli, s-imiz onsuz da bilirik qiyməti s-ə bərabərdir. S bərabərdir at kvadrat bölü 2-ni burada qeyd edirəm. Amma bizim təcilimiz yoxdur. Mən buradan təcili necə tapa bilərəm? A bərabərdir adi v minus v0 bölünsün t düsturuna əsasən. A bərabərdir v minus v0 bölünsün t. Başlanğıc sürətimiz yenə 0-a bərabərdir. Son sürətimiz v-dir. Bölünsün nə? T. V böl t. Təcilimiz bərabər oldu v böl t-yə. Gətirib burada yerinə qoyanda v böl t vurulsun t'nin kvadratı bölünsün 2. T'lər ixtisar edəndə vt bölü 2-yə bərabər olur. Deməli, bizim s-imiz vt bölünsün 2-yə bərabər imiş. Bunu təyin elədik. Baxın, buradan yazıram ki, s bərabərdir vt bölü 2. Birinci halda. İndi gəlin, baxın, bu t2t aralığına baxaq. Burada avtomatik bəllidir ki, t2t aralığında bizim başlanğıcımız buradan başlayır. Baxın, bu işarələdiyim nöqtədən deyə. Burada artıq başlanğıc sürət 0 deyil. Baxın, v qiymətindədir. Onda s bərabərdir v0t plus at kvadrat bölü 2-yə görə v0'mız v-dir. V vurulsun t. Üstə gəlinsin. Təcilimiz nə tapmışdıq? Təcilimizi tapmışdıq v böl t. Onsuz da bərabər təcilli hərəkətdir deyə təcilin qiyməti dəyişmir. Yəni, hər yerdə v böl t olacaq. V bölünsün t vurulsun t2t aralığında da bir-birindən çıxanda dəyişməsi yenə t olur. T kvadratı bölü 2. T'lər ixtisar gedir. Vt üstə gəlinsin. Vt bölünsün 2'dir. Bu da bizə 3vt bölünsün 3vt bölü 2'ni verir. Biz bilirik ki, vt bölü 2 onsuz da s-ə bərabərdir. Onda 3'ü vururuq s-ə, cavabımız olur 3s. Cavabımız olacaq D variantı. Sonra gəlirik 26-cı suala. Sürətin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən 22-ci saniyənin sonunda cismin koordinatını hesablayın. Yəni, x istəyir. Baxın, əvvəlcə biz təyin eləməliyik ki, birinci hissədə burada təcil nəyə bərabərdir? Təcil də a bərabərdir v minus v0 bölünsün t-yə bərabərdir. Bunu bilirik. Baxın, burada bizim başlanğıc sürətimiz 20-dir, son sürətimizi 8 saniyə ərzində gətirib 0 eləyib. Deməli, onda 0 çıxılsın 20 bölünsün 8. O da deməli, ixtisar getsə mənfi 20 bölək 8-dir. İxtisar getsə neçəyə 4-ə aparsaq 5 bölünsün 2, mənfi 2,5. Deməli, bizim buradakı təcilimiz mənfi 2,5-dir. Onda bizim son sürətimiz 0 olanda
tapa bilərik ki, bu 8 saniyə, 8-ci saniyənin sonunda son koordinatımız nəyə bərabərdir? X bərabərdir x0 plus v0 t minus at kvadratı bölə 2-dir. Niyə görə? Çünki x oxu istiqamətində yavaşlayan hərəkətdir. X0-mız 0-dır deyə elə onun yerinə 0 qoyuram. V0-mız 20-dir. 20 vurulsun. Zamanımız 8-dir. Minus təcilimiz 2/5 vurulsun. 8-in kvadratı 64 bölə 2. Buradan tapırıq ki, mənfi 160 çıxılsın, 32 vurulsun 25. 32-ni 25-ə vuranda 5 dəfə 2-nin 10, 15, 16, 4, 6, 0, 0, 8. Cavabımız eləyəcək 80. Deməli, 160 çıxılsın 80, 80 metr. Deməli, bizim hələ 8-ci saniyənin sonunda koordinatımız 80-ə bərabərdir. Bunu təyin edirəm, onda buranı təmizləyirəm. 80 olduğunu bildik. Baxın, burada son koordinatımız 80-ə bərabərdir. Daha sonra gəlirik ikinci hissəyə. Ümumiyyətlə, cisim 8-16 saniyə aralığında sürətini dəyişməyib. Sürəti sıfırdır. Bu o deməkdir ki, bu cisim həmin koordinatda qalıb. Deməli, 16-cı saniyənin sonunda da cisim 80, yəni koordinatı 80-dir. İndi gərək 16-22 aralığında təcili necə olacaq? Yenə 22 son koordinatı nədir? Mənfi 10-dur. Başlanğıc koordinatı 0-dır. Mənfi 10 bölünsün 6 olacaq. Mənfi 16-dan 22-dən 16-nı çıxanda 6 eləyir. Mənfi 10-u deməli 6-ya böləndə bu da mənfi 2 ixtisar getsə 5 bölünsün 3 qalır. Səhv eləmirəmsə 5 bölünsün 3. O da deməli 5-i 3-ə böləndə tam belə saxlayaq biz. Mənfi 5 bölünsün 3. Burada yenə yazıram x-ımız bərabərdir. Artıq burada x0-ımız var 80-dir. x0 minus at kvadratı bölünsün 2. Burada baxın başlanğıc sürətimizi də götürmürük. Çünki yenə 16-cı saniyənin sonra başlanğıc anda orada sürət yenə də 0-dır. Təcilimiz 5 bölünsün 3 vurulsun t 6 6-ın kvadratı 36 bölə 2. 36 bölə 2. Bunlar ixtisar getsə 18. 18 ilə 3 ixtisar gedir 6. 6 dəfə 5-in 30. Deməli 80 çıxılsın. 80 çıxılsın 30 eləyəcək. Baxın burada 80 minus 30. 80-dən 30-u çıxanda da nə qalır? 50. Deməli, son koordinatımız nə olacaq? 50 metr. 26 olacaq C variantı. 27-ci sual. Başlanğıc sürəti 0 olan avtomobilin təcilinin proyeksiyasının zamandan asılılıq qrafiki şəkildəki kimidir. Avtomobil 10 saniyə müddətində neçə metr yol gedəcək? Deməli, birinci halda bizim təcilimiz 10-dur. 5 saniyə ərzində cisim 10 metr böl saniyə kvadratı təcillə hərəkət eləyib. Baxaq görək, başlanğıc sürətdə 0-dır, sükunətdən başlayıb. Baxaq görək, nə qədər yol gedib 5 saniyə ərzində. Normalda düsturumuz V0t plus at kvadrat bölə 2-dir, amma V0 0 olduğuna görə yalnız at kvadrat bölə 2 qalır. Yazıram ki, at-nin kvadratı bölünsün 2. Təcilimiz 10-dur. 10 vurulsun. Deməli, 5 saniyə 5-in kvadratı 25 bölə 2. Bunlar ixtisar gedir. 5-i 25-ə vuranda 125. Deməli, cisim 5-ci saniyənin sonunda 125 metr yol gedib hələ. Sonrakı o 5-10 arası, yəni o sonrakı o 5 saniyədə baxaq nə qədər yol gedib. Bunu yadda saxlayırıq. Baxın, bu hissədə baxaq nə qədər yol gedib. Amma bu hissədə təcil yenə də 6-dır. Amma burada deyə bilmərik ki, başlanğıc sürət 0-a bərabərdir. Axı, müəyyən qədər təcil alıb və cisim hərəkət eləyib, sükunətdən başlamayıb. Onda tapa bilərik ki, bu cismin başlanğıc koordinatı, amma başlanğıc sürəti daha doğrusu, bu haldakı sürətin elə bir son halı onun başlanğıc. Bunun son sürəti 5-10 aralığındakı sürətin başlanğıcıdır da, yəni hərəkətin başlanğıcıdır. Biz buradan tapa bilərik də son sürət nəyə bərabərdir? A bərabərdir V minus V0 böl T. Təcilimiz 10 idi. 10 bərabərdir. Başlanğıc sürətimiz onsuz da 0-dır. V minus 0 bölünsün 5. Buradan tapdıq ki, V bərabərdir 50-yə. Deməli, cismin birinci halda son sürəti 50-dirsə, onda baxın, bu ikinci o təcili 6 olan hissədə başlanğıc sürət 50-dir. Onda yenə S bərabərdir. Başlanğıc sürət 50 yazıram. 50 vurulsun, yenə 5-dir zaman. 50 vurulsun 5. Deməli, təcil yenə müsbətdir, onsuz da üstə gəlinsin. Təcilimiz 6-dır.
6 vurulsun 5'in kvadratı 25 bölü 2. Bunlar ixtisar edir. Burada qalır 3 vurulsun 15. Deməli bu 75 eləyir. 50 vurulsun 250 üstə gəlinsin 75. 250 üstə gəlinsin 75. Bu bizə neçə verəcək? Qələmim 250 üstə gələk 75. Deməli 325. Səhv eləmirəmsə 325. İndi 325 ilə 125-i toplayırıq. Bizdən çünki nə qədər yol getdiyi istənilir. Deməli biz bilirik də nə qədər yol deyirsə, həmin o bu mənfi 125-i də müsbət 125 kimi götürəcəyik. Yol axı mənfi olmur. 325-in üstünə 125 gələndə nə eləyir? 450. Cavabımız olacaq 450. Sonra 28-ci sual. Sükunət halından hərəkətə başlayan cismin yerdəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 8-ci saniyənin sonunda cismin sürətinin hesablayın. 8-ci saniyənin sonunda. Gəlin baxaq görək təcil nəyə bərabərdir. Sükunət halından başlayıb deyə biz başlanğıc sürəti də 0-a bərabər götürə bilərik. Onda S-imiz birbaşa bərabər olacaq AT kvadrat bölünsün 2-yə. Təcilimizi elə istəyir. Gəlin təcil tapırıq. Məsələn, ilk 2 saniyə ərzində 6 metr yol gedib. Onda yaza bilərəm də 6 bərabərdir A vurulsun 2-nin kvadratı 4 bölü 2. 2-lər ixtisar edir 2 qalır burada. Burada da 3 qalır. Təcilimiz 3-ə bərabərdir. Deməli, təcilimizi 3 tapdıq. 8-ci saniyənin sonunda ümumiyyətlə demək ki, 4-cü saniyənin də sonu, 6-cı saniyənin də sonu təcil 3-ə bərabərdir. İndi necə tapaq? Gəlin A bərabərdir. Buranı təmizləyim. Bircə dəqiqə. Aha. 28-ə baxırdıq. Təcili nə tapdıq? 3 tapdıq. Buradan qeyd eləyirəm. Aha. İndi cisim bilirik ki, V bərabərdir. V0 plus A T-yə bərabərdir. Yəni, cismin ümumi götürsək, başlanğıc sürəti budur. Amma onun son sürəti, təcili bəllidir. Buradan yerinə qoysaq əslində V0 0-a bərabərdir. Cismin bunu bilirik. Təcili də 3-dür. 3 vurulsun 8-ci saniyə nəyə bərabərdir? Yəni, elə 3 vurulsun 8. Bu başlanğıc sürət 0-dır da ümumiyə görə götürsək, sükunət halından başlayır deyir axı. Bu yoldur. Yəni yer dəyişməsinin başlanğıc koordinatıdır. Bu da eləyəcək 24. 24, bəli. Sonra 29-cu sualda nə deyir? Sükunət vəziyyətindən düzxətli bərabər təcilli hərəkətə başlayan cism avtomobilin 4-cü saniyənin sonunda sürəti 20 metr olmuşdur. Bu avtomobilin ilk 6 saniyədə getdiyi yol nəyə bərabərdir? Sükunət vəziyyətindən hərəkətə başlayır bu cisim. Deməli, onda A bərabərdir V minus V0 bölünsün T-yə bərabərdir. Sükunət halından başlamaq V0-ın 0 olmağı deməkdir. 4-cü saniyənin sonunda bu cismin sürəti 20-dir. Deməli, onda təcili nəyə bərabər oldu? 20 bölünsün 4, 5-ə bərabər oldu. Deməli, cismin təcili 5-dir. Bunu təyin elədik. Təcili 5 olandan sonra, tapandan sonra işimiz asanlaşır. 5-ə bərabərdir. Qeyd eləyirəm. Gəlin S-i tapaq. Onsuz da sükunət halından başlayır deyə. V0 T-miz yoxdur. Elə birbaşa AT kvadrat bölü 2 yazıram. Təcilimiz 5-dir. 5 vurulsun 6 saniyə deyirsə, zaman 6-da 6-ın kvadratı 36 eləyəcək. Elə deyilmi? 36 bölünsün 2, bu da 18-dir. Birbaşa yazdım. Bu 5-i 18-ə vuranda 4 dəfə 90 eləyir. Səhv eləmirəmsə. 4, bəli, 90. 90 varmı? Var. C variantı olacaq 29-da. Sonra 30-cu sual. Sükunət vəziyyətindən hərəkətə başlayan cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Delta x bərabərdir 18-dir. Yəni, baxın, bu hissə 18 metrə bərabərdir. Bura. Bir dəqiqə. Bura 18 metrdir. Aha, 18 metrdir. İndi bizdən deyir ki, cismin ümumi təcili modulu nəyə bərabərdir? Yəni, təcili nəyə bərabərdir? Bizdən onu istəyir. İndi biz bu balaca hissəni də bilmirik. Yəni, başqa
İşarə eləyim. Baxın, bu hissəni bilmirik. Gəlin birinci oranı tapaq. Amma bilirik ki, sükunət halından hərəkətə başlayıb. Yəni V0 0-a bərabərdir. Eyni zamanda başlanğıc koordinatı da 0-dır. Yəni x0 da 0-dır. Onda bizim x bərabərdir. Tənliyimiz nəyə bərabərdir? X bərabərdir x0 üstə gəlinsin. V0t üstə gəl at kvadrat bölünsün 2 tənliyimizdə. Bizim x0'ımız da 0'dır. V0t'miz də 0'a bərabərdir. Onda belə çıxır ki, x-imiz bərabərdir. At kvadrat bölünsün 2'yə. Baxın, x bərabərdir. At kvadrat bölünsün 2'yə. Bu, buradakı bura 1 saniyədir. Ona görə zaman 1'dir. A vur 1 bölə 2 olacaq. A bölə 2. Deməli, bizim A-mız, x-imiz A bölə 2'yə bərabərdir. Baxın, bunu təyin elədik. Bir də gəlirik bu hissəyə, delta x hissəsinə. Buradan bura qədərdir, baxın. Buradan bura qədərdir. Bu da onda 2 çıx 1 saniyə olacaq. Artıq biz də 1 saniyə ilə götürürük. Yenə delta x-imiz bərabər olacaq nəyə? 18 olduğuna görə x yenə bərabərdir x0 üstə gəlinsin. Aşağıdan yazıram. V0t üstə gələk at kvadratı bölünsün 2'dir. Bizim delta x-imiz 18'ə bərabərdir. Yəni buradakı ümumi məsafəmiz 18'dir. Başlanğıc koordinatımız yenə də baxın buradan başlayır. Ora nəyə bərabər idi? Tapmışdıq ki, deməli x bərabərdir at kvadrat bölünsün 2'yə bərabərdir. X bərabərdir a bölünsün 2'yə. Buradan təcili tapsam bəs. Təcil də a bərabərdir v minus v0 bölək t'dir. V minus V0 bölək t'dir. V0'ımız 0'dan onsuz da sükunətdən başlayır. Demək ki, təcilimiz bərabərdir A V böl T, yəni V'miz AT'yə bərabərdir. Ümumi baxın bu nöqtədəki son sürətimiz, başlanğıc sürət 0'dır. Bu birinci saniyənin sonundakı sürətimiz AT'yə bərabərdir. Onda mən burada ümumi tapanda yenə onsuz da x0'ımız başlanğıc koordinatdan başlayır. Sürətimiz nəyə bərabərdir? AT'yə bərabərdir. AT vurulsun T. AT'nin kvadratı üstə gəlinsin. A vurulsun zamanımız yenə 1 saniyədir deyə 1'in kvadratı 1 bölə 2. T'miz də əslində yerinə birbaşa 1 qoya bilərik. Yəni 18 bərabər olur. A vurulsun 1. Çünki burada 2 çıx 1 saniyədir. Üstə gəlinsin A bölə 2. Buradan tapırıq ki 18 bərabərdir. Ortaq məxrəc olsa 3A bölünsün 2'yə. Buradan da ixtisar getsə A bərabər olur 12'yə. Yəni təcilimiz 12'yə bərabər imiş. 12'yə bərabər olanda cavabımız nə olur? D variantı olur. Sonra 32-ci sual. Başlanğıc koordinatı x0 bərabərdir 20 metr olan cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 6-cı saniyənin sonunda cismin koordinatını hesablayın. Baxın, deməli x0 20'dir. Başlanğıc koordinat 20'dir. Baxırıq ki, bu cisim ilk 2 saniyə ərzində bərabər sürətlə hərəkət eləyib. Yəni o deməkdir ki, sürəti dəyişməyib. Onda biz hansı düsturla həll etməliyik? X bərabərdir x0 plus vt düsturu ilə. Yəni düzxətli bərabər sürətli hərəkət üçün koordinat zaman təyini ilə də. X-ımızı tapsaq ki, bu 2 saniyənin sonunda bərabər sürətli hərəkətdən sonra cisim hara gedib? X0'ın yerinə 20 qoyuram, üstə gəlirəm. Sürətim 5'dir, zamanım da 2'dir. 2 saniyə ərzində. Bu da 10'dur, 30. Deməli bu cisim, baxın, 2 saniyə ərzində gəlib x bərabərdə 30'dur. 30'da dayanıb. Sonrakı o 2 saniyə ərzində, yəni baxın, bu 2-dən 4'ə sürət dəyişib, deməli təcilli hərəkət etməyə başlayıb. Baxın, görək təcil nəyə bərabərdir orada? V minus V0 böl T. Baxın, 2-dən 4-cü saniyəyə gələnə kimi sürətin 5'dən 0'a indirib. Yəni son sürəti 0'dır. Başlanğıc sürəti 5'dir. 0 minus 5 bölə 2 mənfi 2,5. Deməli cismin bu nöqtədəki təcili mənfi 2,5'dir. Görək onda bu cisim hara gedib bu təcillə? Yenə x bərabərdir x0 plus vt. V0t minus at kvadratı bölə 2. Onda baxın, x0'ımızı tapmışdıq onsuz da ki, 5-ci saniyənin sondakı koordinat bunun başlanğıc koordinatıdır da 30'dur. 30 üstə gəlinsin.
başlanğıc sürətimiz nədir? 5-dir. 5 vurulsun 2, 10. Minus 2 tam 10-da 5 vurulsun. T'miz 2'nin kvadratı 4 bölü 2'dir. Bu da 2. Bu 5 eləyir. 30 üstə gəlinsin 10, 40. 40 çıxılsın 5, 35. Deməli, bu cisim 4-cü saniyənin sonunda 35-də olub. Koordinat 35'dir. Bunu təyin elədikdən sonra onsuz da bizə bura qədər gəlmək lazım idi. Buradan qeyd edirəm 35-dədir. Onda indi gələk bu 4-dən 6-ya kimi. Yəni baxın bu 2 saniyə ərzində təcili. Yenə baxıram ki, yenə təcili, bərabər təcillər hərəkətdə axı. Yenə də yazaq. Son sürət yenə 0-dan gəlib -5-ə. -5 minus 0 bölünsün neçə? Yenə 2. Yenə -2,5. Üstə bərabər təcillər hərəkətdir. Eyni qiymət olmalı idi. Deməli, gəlin yenə x bərabərdir x0 plus v0 t yazıram. Onsuz da başlanğıc koordinatının sürəti 0 olacaq. Minus at kvadrat bölü 2-dir tənliyimiz. x0'ımız nədir? 35'dir. Plus bu baxın 4-cü saniyədə cisim onsuz da sürətin 0-a indirmişdi. Deməli buradan başlayanda başlanğıc sürət 0 olur. Minus 10'da yazıram. 2 tam 10'da 5 vurulsun. Yenə 4-dən 6 2 saniyədir. 10 kvadratı 4 bölü 2 2. Yəni 35 çıxılsın nə olacaq burada? 2 tam 10'da 5 vurulsun 2 5'dir. Bu da eləyir nə? 30. Deməli cisim 6-cı saniyənin sonunda 30'dadır. Gəlib koordinatını 30'da dayandırıb. Sonra 33-cü sual. Düzxətli hərəkət edən cismin koordinatının proyeksiyasının zamandan asılılıq qrafiki verilib. Cismin başlanğıc sürətinin proyeksiyasını hesablayın. Yəni bizdən V0 istəyir. Başlanğıc sürətinin proyeksiyası V0 istəyir. Aha. Necə həll eləyə bilərik? Necə həll eləyə bilərik? Yadınızdadırsa əvvəlki videolarda belə bir qayda demişdim ki, məsələn, qələmi atırsız yuxarı. Qələm maksimum çıxa biləcəyi hündürlüyə qədər qalxır, dayanır və geri qayıdır artıq bizə, yerə düşür. Həmin o dayananda onun son sürəti 0-a bərabər olur. Cisim o istiqamətin dəyişib yerə doğru gələndə artıq sərbəst düşür. Sərbəst düşmə nə deməkdir? Başlanğıc sürət 0-dır. Yəni baxın bu cisim gəlir maksimum gedə bildiyi yolda görürsünüz ki, istiqamətin dəyişib belə gəlib. Baxın bu nöqtədə onun son sürəti 0-dır. Cisim burada dayanıb ki, əks istiqamətdə dönüb hərəkət eləməyə başlayıb. Deməli v 0-a bərabərdir. Onda mən asanlıqla tapa bilərəm ki, burada təcil nəyə bərabərdir? Təcildə bir də cismin başlanğıc sürətini istəyir onsuz da. Başlanğıc koordinatımız da əslində deməli nəyə bərabərdir? Başlanğıc koordinatımız da əslində 0-dır. Yəni x0 da 0-a bərabərdir. V-miz də 0-a bərabərdir. Onda mən x bərabərdir. Yəni s bərabərdir. V plus s bərabərdir. Bircə dəqiqə. Niyə yazmadı? S bərabərdir. Aha, V plus V0 bölü 2 vuraq T. Mən fikirləşdim ki, hansı 3 düsturdan hansını seçim? Çünki görürəm ki, burada təcili tapa bilməyəcəm. Lazım olan kəmiyyətlərim yoxdur. Ona görə ən düzgün versiya bu düsturdan istifadədir. Bildik son sürət 0-dır. S-imiz onsuz da 50-dir. 50 bərabərdir. V vurulsun. Zaman 5'dir. Baxın 5. 5 bölü 2. 5'lər ixtisar getsə V bərabər olur 20-yə. Deməli bizim başlanğıc sürətimiz nə imiş? 20-yə bərabər imiş. Amma deməli V0t bölü 2. Amma mənfi 20-yə bərabərdir. Cisim çünki baxın x oxuyun əks istiqamətində hərəkət edir. X oxuyun əks istiqamətdə hərəkətdə sürət mənfidir. Ona görə B variantı olacaq. Sonra 34-cü sual. Üfüqi müstəvidə düzxətli hərəkət edən cismin sürətinin modulunun zamandan asılılıq qrafiki verilib. 0t aralığı zaman intervalında cismin getdiyi yol s olarsa, baxın burada getdiyi yol s-dirsə, ümumi 0-2t aralıq zaman intervalında getdiyi yol nə qədərdir? 0t aralığında görürük ki, başlanğıc sürətimiz 0-dır. Cisim bərabər təcilli hərəkət eləyib. Onda mən baxın yenə eyni düsturla V üstə gələk V0 bölü 2 vuraq T düsturundan hesablaya bilərəm ki, S-im nəyə bərabərdir? Deməli S bərabərdir V0 0-dır. V zaman T-dir bölünsün 2-dir. Yəni S bərabərdir VT bölü 2 imiş.
Buradan yenə yuxarıdan qeyd eləyirəm, yaddaşda saxlayıram ki, S-im VT bölək 2-yə bərabərdir. İndi gəlin bu hissəni tapaq. Bu hissədə bilirəm ki, başlanğıc sürətim 0 deyil, V-dir artıq. Onda yenə S bərabərdir, V üstə gələk V0 bölək 2 vuraq D. Son sürətimiz nədir? 2V. Başlanğıc sürətim nədir? V. Bölək 2 zamanı neçədir? T2T aralığındadır, yenə T. Bu da 2, 3VT bölək 2-dir. 3VT bölək 2. Bu VT bölək 2-nin S-ə bərabər olduğunu bilirəm də. Onda bu da 3S-dir. Deməli, bu cisim, baxın, bu hissədə 3S yol gedir. Birincidə də tapmışdıq ki, S qədər yol gedirdi. Ümumi toplayanda nə qədər yol gedir? 4S qədər yol gedəcək. Ona görə də A variantı olur. 35-ci sual. Sürətin proyeksiyasının zamandan asılılıq qrafikləri şəkildəki kimi olan K və L düz xətli bərabər yeyinləşən, yeyinləşən oxuyuram. Bərabər yavaşın hərəkət edərək dayanırlar. Aha, zaten cisimlər maşını düşünün. Tormozlananda nə edir maşın? Tormozlanır, sürətini azaldır, sonda dayanır. Bu cisimlər də yavaşın hərəkət edib və dayanıblar. Dayanana qədər K cisminin getdiyi yolun L cisminin getdiyi yola nisbətini hesablayın. Gəlin ən yaxşısı, baxın, aşağıda yazın bunun həllin, yer genişdir aşağıda. Deməli, K cisminə baxsaq, K cisminin təcilini hesablaya bilərəm mən. 2V-dir sürəti, 2 saniyə ərzində sürəti 2V-dən 0-a gəlib, baxın, 2V-dən 0-a. Onda bunun təcili A bərabərdir, V minus V0 bölü T-dir, son sürət 0-dır. 0 minus 2V bölünsün 2. Mənfi 2V bölü 2 mənfi V. Deməli, təcil mənfi V-yə bərabərdir. Onda bu cismin getdiyi yol S bərabərdir V0T minus AT kvadrat bölü 2-dir də. V0-ımız nə qədərdir? 2V vurulsun. Zamanımız da 2-dir. 2 çıxılsın. Təcilimiz V-dir. V vurulsun. T-nin kvadratı, yəni 2-nin kvadratı 4 bölü 2. Bunlar ixtisar gedir 2. 4V çıxılsın 2V, 2V. Deməli, bu SK-nın getdiyi yol 2V-yə bərabərdir. Onda buradan qeyd edirəm ki, SK bərabərdir nəyə? 2V-yə. SK bərabərdir 2V-yə. Bircə dəqiqə. SK bərabərdir 2V-yə. Bunu qeyd elədim. Sonra indi gəlirik SL cisminə. SL cisminin təcili isə A bərabərdir. Deməli 8 saniyə ərzində sürəti 8V-dən 0-a gəlib. Yəni 0 çıxılsın 8V bölünsün 8. O da bizə mənfi V-ni verir. Bu cismin də təcili mənfi V-dir. S-də yenə V0 nə qədərdir? 8V vurulsun. T-si nə qədərdir? Ümumi 8 saniyə minus V vurulsun 8-in kvadratı 64 bölü 2. 8 dəfə 8-in 64 V çıxılsın 32 V. Bu da elə 32 V eləyəcək. Deməli, SL-imiz də bərabər olub 32 V-yə. Bizdən nə istəyir? K-nın elə nisbətini, yəni 2V-nin 32 V-yə nisbəti, bu da 16-da 1 eləyir. Yəni 1 bölünsün 16. Ona görə də olacaq B variantı. Sonra 36-cı sual. Sükunət halından hərəkət edən iki maddi nöqtənin təcilinin modulunun zamandan asılılıq qrafikləri verilib. Eyni müddət ərzində, yəni T-lər konstantdır, bərabərdir. Eyni müddət ərzində onların getdikləri yolları müqayisə edin. Yəni S1-in getdiyi yolu müqayisə eləsək, sükunət halından hərəkətə başlayıb deyə V0 0-a bərabərdir. Təcili var, zaman da onsuz da eynidir. Yəni yazıram ki, S1 bərabərdir. V0 T hissəsi 0 olur. AT kvadrat bölü 2 qalır yalnız. A'mız 2-dir. 2 vurulsun. T kvadrat bölü 2 yazıram. O da T kvadratı qalır. Sonra S2 isə yenə ikisi də bərabər sükunət halından başlayıb. Bunun da təcili 4-dür. 4 vurulsun. Zaman yenə T'nin kvadratı bölü 2-dir. Bu da 2T'nin kvadratıdır. S1-in S2-yə nisbətini yazsaq mütənasibliyi tapmaq üçün T kvadrat bölü 2T kvadratı 2-də 1-ə bərabərdir. Buradan tapıram ki, S2 bərabər imiş nəyə? 2S1-ə. S2-im 2 dənə S1-ə bərabərdir. O da olacaq Y variantı. 36-da Y. Sonra 37-ci suala gəlirik. Yadınızdadırsa əvvəlki partda, yəni part 1-də buna bənzər bir sual işləmişdik. Gəlin indi buna baxaq.
Deməli, t bərabərdir 0 anında k nöqtəsindən v1 bərabərdir -4 V0-ımız -4-dür. V1 dedilər. V0-ımız -4-dür. Başlanğıc sürətlə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki şəkildəki kimidir. 4-cü saniyənin sonunda cisim hansı nöqtədə? Yəni, baxın bu nöqtədə deyir. 4-cü saniyənin sonunda bu qələm məsələsinə oxşayır da həmişə dediyimiz. Yəni, son sürətimiz nəyə bərabərdir? 0-a bərabərdir. Son sürət 0-a bərabərdir. Başlanğıc sürətimiz var. Təcili tapa bilərik də. A bərabərdir V minus V0 böl T-yə görə 0 çıxılsın -4, 4 bölünsün 4, 1. Təcilimiz 1-ə bərabərdir. Deməli, təcil 1-ə bərabərsə, görək bu cisim 4-cü saniyənin sonunda 4 saniyə nə qədər yol gedib? S bərabərdir. V0-ımız var. -4 vurulsun 4. X oxu əksi istiqamətində yavaşlayan hərəkətdir. Yəni, A müsbətdir, üstə gəlinsin. Onsuz da A-nı müsbət tapışıq. 1-dir deyə yazmıram. 4-ün kvadratı 16 bölü 2, 8. Bu da -16 plus 8, -8. Deməli, cisim, baxın, gəlib -8-ə. Hardadır -8? N-də. Deməli, cisim harda olacaq? N nöqtəsində olacaq. C variantı. Sonra 38-ci sual. Təcilin proyeksiyasının zamandan asılılıq qrafiki şəkildəki kimi olan cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır? V0 0-dır. Baxın, birinci halda, hər iki halda cismin təcili müsbətdir. Amma, yəni, cisim getdikcə yavaşlayan hərəkət edib. Baxın, birinci halda yenə təcili müsbətdir. O deməkdir ki, bu cisim ya x oxu istiqamətində yavaşlayan, ya da x oxunun əksi istiqamətində yavaşlayan hərəkət eləyir. Bunu götürmürəm. Çünki əgər təcil konstantdırsa, ümumiyyətlə, bərabər təcili hərəkətdə sürət heç vaxt sabit olmur. Həmişə xətt vasitə olur. Ona görə də deməli, bu da getsin. Yəni, D variantı da getsin. Y variantı da getsin. Qalır A və B. Cismin təcili müsbətdir. Baxın, bu B variantında birinci hissə x oxu istiqamətində yavaşlayan deməkdir. Bu nə deməkdir? Təcil mənfidir. Axı, burada təcil mənfi deyil. Düzdür, təcil azalıb, amma mənfi tərəfə keçməyib. Həmişə müsbətdir. Ona görə də A variantı olacaq cavabımız. 39-cu sual. Düzxətli hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu cismin təcilinin zamandan asılılığıdır? Baxın, burada koordinatdır. X 0-dan başlayıb, -x 0-dan başlayıb düzdür, amma x oxunun əksi istiqamətində yavaşlayan hərəkət edir. Baxın, dönüb 0-a tərəf. X oxunun əksi istiqamətində yavaşlayanda sürətin işarəsi mənfidir, amma yavaşlayan deyə təcilin işarəsi müsbətdir. Yəni, təcil müsbət olacaq. Ona görə Y-də, baxın, birinci hissədə təcil mənfidir, C-də də mənfidir. A, ümumiyyətlə deyil. Çünki bu bərabər təcilli hərəkətdir. Bərabər təcilli hərəkətdə ancaq sabit olur təcilin qrafiki. Bu şəkildə olur. Ya A-dır, ya D-dir. İkisinə də. İkinci hissəyə baxıram, amma x oxu istiqamətində, baxın, yavaşlayandır. Buradan x 0-dan başlayıb düzdür. X 0 0 imiş də. X oxu istiqamətində yavaşlayan hərəkətdə isə təcil mənfidir. V müsbətdir, təcil mənfidir. Ona görə də təcil, baxın, D-də təcil ikisindən də müsbət oldu, amma B daha uyğundur. Çünki ikinci hissədə təcil mənfi göstərir. 40. V0 bərabərdir 30 metr böl saniyə, V bərabərdir isə 10 metr böl saniyədir. Yəni, başlanğıcı 30-dur, sürəti də 10-dur. Düzxətli bərabər təcil hərəkət edən cismin təcilinin qiymətini hesablayın. Baxaq, baxın, x təcili burada x bərabərdir, x 0. Cisim x oxu istiqamətində hərəkət eləyir deyə. V0 müsbətdir, V0t. Sürətli, amma sürəti əvvəl 30 imiş, sonra olub 10. Yəni, sürət azalır. Deməli, yavaşlayan hərəkətdir. -6 kvadrat bölə 2 yazıram ona görə də. X oxu istiqamətində yavaşlayan imiş. Deməli, son koordinatımız nədir? Baxırıq ki, son koordinatımız əslində 40-dadır. Baxın, son koordinatımız 40-dır. Başlanğıc koordinatımızı buradan baxıram, -10-dur. Plus, başlanğıc sürətimi verib 30. Neçə saniyə ərzində olub bilinmir. Eləmi? A. Bizim zamanımız yoxdur. Təcilimiz də yoxdur. Ona görə bu düsturla həll eləməyimiz düz gəlməyəcək. Ona görə gəlin əvvəlcə yer dəyişməni tapım x minus x 0-a görə. Deməli, son 40 minus başlanğıc koordinatda -10-dur, 50. S-imiz 50-dir. T yoxdur. T yoxdur deyə. Gəlin S bərabərdir V kvadrat minus V0 kvadrat bölək 2A düsturu ilə həll eləyək.
daha yaxşıdır. S-imizi amma tapdıq. 50-dir. 50 bərabərdir. Son sürətimiz nədir? 10. 10-un kvadratı 100 çıxılsın. Baş 30-dur. 30-un kvadratı 900 bölünsün 2A. Bu da deməli mənfi 800 bölünsün 2A-dır. O da mənfi 400A-dır. Eləmi? Mənfi 400 bölünsün A. Buradan da sıfırlar ixtisar getsəm, 5 də ixtisar getsə qalır 8. A bərabər olur mənfi 8-ə. Düzxətli bərabər təcili hərəkət eləyir. X oxu istiqamətində cismin başlanğıc sürəti 30-dur, son sürəti 10-dur. Təcilin qiymətini hesablayın. X oxu istiqamətində hərəkət eləyir, bəli. Sürəti getdikcə nə edib cismin? Azalıb. Yavaşlayan hərəkət edib. Müsbət 8 niyə? Yəqin modulunu istəyib bizdən. Sonra 41. V0 bərabərdir mənfi 6 metr bölü saniyə başlanğıc sürətlə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Koordinatın ən böyük x maksimum qiymətini hesablayın. Yəni bunu biz demişdik, bu gələn məsələsinə görə bu cisim baxın bu nöqtədə maksimum nöqtədə sürəti 0-a bərabər olacaq. Zaman da var. Gəlin təcili tapaq da v minus v0 bölü t-yə görə 0 çıxılsın mənfi 6. Başlanğıc sürəti mənfi 6 bölək neçə saniyədə? 5 saniyədə. Bu da 6 bölək 5-dir. Bu da 1,2 eləyir. Təcil 1,2-dir. Təcil 1,2-dirsə S-i tapa bilərəm də. Məndən onsuz da onu istəyir. S bərabərdir. V0T, yəni mənfi 6 vurulsun 5. Üstə gəlinsin 1,2 vurulsun 25 bölək 2. 0,6 vurulsun 25 eləyir. 0,6-nı deməli 25-ə vuranda 15 eləyir. Bu da 15. Bu da 30. 30 üstə gəlsin 15 nə eləyir? 45. Burada mənfi 30-dur. Uşaqlar, əziz müəllimlər və abituriyentlər, mənfi 30 üstə gəlinsin 15-dir. O da bizə mənfi 15 eləyir. Mənfini görməmişəm. Mənfi 15 D variantı. Sonra 42-ci sual. Tədilin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən X oxunun əksi istiqamətində 20 metr bölü saniyə başlanğıc sürətlə düzxətli bərabər təcillə hərəkət edən cismin 6 saniyə ərzində getdiyi yol S bərabərdir V0T plus AT kvadratı bölü 2-dir. Amma X oxunun əksidir deyə minus 20 götürəcəm. Mənfi 20 neçə saniyə müddətində? 6 saniyə. 6 vur. Üstə gəlinsin. Təcilimiz 3-dür, biz üzü müsbətdir. Vur 6-ın kvadratı 36 bölü 2. Bu da 18 vurulsun 3. 54 mənfi 120. Mənfi 120 üstə gəlinsin 54 bizə verir. Bu da bir də ki mənfi 120 müsbət 120 olacaq. Çünki bizdən yol istəyir. 120 plus 54 nə eləyir? Elə bil ki, mənfi olmayacaq, müsbət qiymət olacaq. Minus 54, 6, 11, 66. D variantı olacaq. Amma mənfi 66 olacaqdı cavab. Müsbət 66 götürürük. Niyə görə? Çünki yol istəyir bizdən. 43-cü sual. T bərabərdir 0 anında K nöqtəsində olan cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilib. 8-ci saniyənin sonunda cisim hansı nöqtədə olar? Baxın, ilk 4 saniyə müddətində bu cisim deməli sürətin 0-dan 4 saniyə ərzində 0-dan mənfi 20-yə gətirib. Burada təcil A bərabərdir V minus V0 böl T-yə bərabərdir. Yəni son sürəti mənfi 20-dir, başlanğıc sürəti 0-dır, böl 8-dir. Bu da ixtisar getsə, əgər 5-ə, mənfi 4, 2-yə, mənfi neçəyə ixtisar aparsaq daha uyğun olar? 4-ə aparsam əslində mənfi 5 bölünsün 2 olar. Mənfi 2,5 olacaq burada təcil. Təcil mənfi 2,5-dirsə mən S-i tapa bilərəm. Onda S bərabər olur. Başlanğıc sürətim də 0-dır. S bərabərdir AT kvadrat bölü 2. Mənfi 2,5 vurulsun. 16 bölü 2. Bunlar ixtisar gedir. 8-i vurursan 2,5-ə.
O da deməli 4 oradan 20 eləyir. Cavab olacaq -20. Deməli -20 metr baxın bura gəlib. -20 metr gedib, sonra yenə həmin 4 saniyə ərzində müsbət 20 də bu istiqamətdə gəlib. Deməli bu cisim -20 buradakı getdiyi yolda baxın deməli S imiş. Yəni amma burada başlanğıc sürəti var artıq. -20-dir. Vurulsun 4. Üstə gəlinsin. Təcil yenə 2/5 vurulsun 16 bölü 2. Bu hissə 8. Bu 20 -80 üstə gəlinsin 20 -60. -60 da burada geriyə atıb. -1 -60 -80 geriyə gəlib. Neçədir? S-dədir. D variantında.